Azərbaycan Texniki Universitetində AI Medlab laboratoriyasının açılış mərasimi keçirilib. Tədbir Texniki Universitetdə keçirilən AI Baku 2025 süni intellekt və biotibbi innovasiyalar üzrə Azərbaycan-Almaniya strateji tərəfdaşlıq forumu çərçivəsində təşkil olunub. Açılışda Almaniyadan gələn mütəxəssislər, şirkət nümayəndələri, həmçinin Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti iştirak edib. Köln Universitetinin əməkdaşı və Azərbaycan Texniki Universitetinin Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev laboratoriyanın fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Texniki Universitetin Biotibbi Mühəndislik İnstitutunun nəzdində yaradılan AI Medlabın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməkdir. Burada biotibbi mühəndislik sahəsində ən müasir problemlərin süni intellekt alqoritmləri ilə həllinə yönəlmiş qabaqcıl elmi tədqiqat işləri aparılacaq. Eyni zamanda laboratoriyada qan-damar sistemində trombların yeni texnoloji sistemlər vasitəsilə aradan qaldırılması üsulları master-klass vasitəsilə təqdim olunub. Bu təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir tibbin inkişafına mühüm töhfədir. Bizim qeyd etmək istəyirəm ki, Biotibbi Mühəndislik İnstitutunun bu günə qədər artıq 5 elmi tədqiqatı var ki, süni intellektlə əsaslanan. Bu tədqiqatlar da artıq Avropada səhiyyə xidmətlərində tətbiq edilir. Bundan başqa bizim üçün forum çərçivəsində daha önəmli məqamlardan biri də bizim Biotibbi Mühəndislik İnstitutunun laboratoriyasının açılmağı idi ki, məhz bu laboratoriyada da beynəlxalq səviyyədə, eksperimental səviyyədə tədqiqatlar aparılacaqdır ki, Almaniyadan olan qonaqların və müxtəlif şirkətlərin iştirakı bu gün burada baş verdi ki, məhz onların bizim laboratoriyada bizlə bərabər, Texniki Universitetlə bərabər elmi tədqiqatlarının aparılması müzakirə edildi ki, önümüzdəki zamanda da biz bu tədqiqatların nəticəsini görəcəyik və bu da biotibbi mühəndislik sahəsində Azərbaycanda bir ilk olacaq ki, Texniki Universitet adına biz bunu planlayırıq.